Təqdimatda çıxış edənlər dövlətin şəhid ailələrinə göstərdiyi diqqətdən danışıb, kitabın bədii və tarixi əhəmiyyətini vurğulayıblar. Şəhidlərin qəhrəmanlığının gələcək nəsillərə çatdırılmasının vacibliyi qeyd edilərək, Torpağa Can, Can Polad kitabı da gənclərə vətənpərvərlik və qəhrəmanlıq ruhu aşılayan dəyərli mənbə kimi qiymətləndirilib. Şəhidin bacısı Ramilə Əsgərova və qardaşı Ramin Əsgərov Can Polad Əsgərovla bağlı xatirələrini paylaşıb, onun qəhrəmanlıqları ilə fəxr etdiklərini vurğulayaraq, tədbirin təşkilatçılarına minnətdarlıqlarını ifadə ediblər. Tədbirin bədii hissəsində tələbə və məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, Naxçıvan xor qrupunun ifaları təqdim olunub. Demək ki, ölənlər ciddisə gəlməz, cahillər şəhidlik anlaya bilməz. Quranda ayə var, şəhidlər ölməz, ölmək, yaşayır, sağdır şəhidlər. Sonda müəllif Sevinc Azadlı kitab təqdimatının təşkilinə və göstərilən diqqətə görə təşəkkür edib.